Salam, xoş gördük. Bir S-də idarə olunan formalarda işləməyi və proqramlaşdırmağı öyrənməyə davam edirik. Biz artıq bu videoda prosedur və funksiya kimi anlayışları öyrənəcəyik və çalışacağıq ki, ilk kod sətirlərimizi yazmağa başlayaq. Keçən videoda biz artıq əməkdaşlar kataloqunun forma hissəsində belə bir proseduru kodun, yəni avtomatik olaraq 1S platforması tərəfindən bizim üçün yazıldığını gördük. Əgər baxmamısınızsa, keçən dərsimizə baxarsınız. Bu prosedur nə idi? Bizim bu formamızın sazlamalarından biz onun события, hadisələri, burada при создании на сервере, при открытии və digər hadisələrin idarə olunması üçün onun, yəni bu formanın modulunda təyin etmək üçün bu sazlamanı seçmişdik. Yəni ki, bu ayarı burada böyüdücü şüşə belə lupanın üzərinə basan kimi avtomatik olaraq bu kod qarşımıza çıxmışdı. İndi də hal-hazırda biz formanın açılması hadisəsi ilə bağlı olan prosedurun içindəyik. Gəlin burada ilk kod nümunəsini yazaq, ilk sətrimizi yazaq. Elə bir kod yazaq ki, misal üçün biz istifadəçi rejimində əməkdaşlar kataloquna həmin elementlərdən birinin formasını açdığımız zaman ekranda bir mesaj çıxsın. Və kodu ki, burada yazacaq deyə bu formanın açılması hadisəsində işləməlidir. Baxın, ilk kodumuz belə olacaq. Soобщить. Bu bizim bu yazdığımız kod rus dilində. Yəni biz bunu ingilis dilində də yaza bilərik. Ancaq daha düzgün, daha münasib olar ki, bu platformada, yəni 1S-i öyrənirsinizsə, bunları da, yəni ki, Kiril rus dilində bu komandaları da öyrənəsiniz. Yəni bunların indi özünüz də videolarda, yəni dərs müddətində görəcəksiniz ki, heç bir çətin bir şey yoxdur. Proqram kodlarından çox sadə və anlaşılıdır. Yəni görürsünüz ki, soобщить, yəni xəbər ver, yəni bir növ bildiriş, mesaj, yəni ki, belə bir komandadır. Və bu platformanın daxili funksiyasıdır. Və soобщить komandanı yazdıqdan sonra mötərizə açırıq. Görürsünüz, hətta 1S platforması bizə belə qarşımıza ipucu olaraq da fikir verirsə avtomatik olaraq. Mötərizənin içində bu komanda üçün nələrin lazım olduğunu, hansı parametrlərin lazım olduğunu göstərir. Görürsünüz ki, birinci bu qalın hərflərlə işarələnən text сообщение. Yəni bizim yazacağımız mesajın mətnini istəyir. Və hətta fikir verirsinizsə, bu text сообщение, bu birinci parametrin görürsünüz qeyd olunur burada. Обязательно, yəni vacibdir. Mütləq şəkildə biz soобщить metodunu, bu funksiyanı çağırırıqsa, yəni platformanın daxili bu funksiyasını burada sətir tipində yazmalıyıq. Sətir də biz bilirik ki, dırnaq arasında yazılır. İki vergüllü belə dırnağın içində. Gəlin burada indi ilk mesajımızı yazaq, ilk kodumuzu. Forma açıqdır və mötərizəni bağlayırıq. İndi baxın bir dənə bir şey görsədim. Vergül qoysaq, görürsünüz ikinci parametri bizdən istəyir status. Və fikir verirsiniz, burada mötərizədə artıq обязательно vacib olduğu qeyd olunmur. Yəni indi biz bunu istifadə etməyəcəyik. Bizə sadəcə сообщение çıxsın. Yəni bu mesaj komandası icra olunmağı bizə kifayət edir. Statusuna ehtiyac yoxdur hələ ki. Və burada mötərizəni bağlayırıq və bu komandanın, yəni sonunda komandanı bağlamaq üçün bu sətirdə nöqtəli vergül bu işarədən istifadə etməyi də unutmuruq. Baxın, burada bir dənə də bir məsələni də sizə göstərim ki, siz də indi bu kodu yazarkən indi belə bir hal olar, tutaq ki, fikir verin. Görürsünüz, kodumuz səliqəsiz görsənir. Yapışıb belə də ikinci hissəyə, pəncərənin lap sol tərəfinə formanın. Belə kodumuz belə səliqəsiz görsənir. Əgər biz istəsək ki, kodumuz səliqəli 1S platforması tərəfindən avtomatik olaraq düzülsün, yəni səliqəli şəklə salınsın. Bunun üçün mətnimizi seçib, baxın, text bölməsində blok formatировать. Ən yaxşısı olar ki, bu komandanı, yəni klaviaturada olan düymələrlə əzbərləyəsiniz, biləsiniz. Alt Shift F. Baxın, mən indi bunun üzərinə vursam, gördünüz, kod avtomatik olaraq ortaya düşdü. Yəni səliqəli şəkildə yazıldı. Baxın, bir daha göstərirəm. Ya text blok formatировать və yaxud da seçib Alt Shift F. Görürsünüz, kod belə səliqəli şəklə düşür. Yəni bu səliqəli etməklə sonra kodunuz daha yaxşı oxuna bilən olar. Yəni çalışmaq lazımdır ki, səliqəli şəkildə yazaq. Yəni səliqəli və oxunaqlı və anlaşılıqlı olur. Yəni bu cürdə kodun yazılması, yəni proqramlaşdırmada yaxşı üslub sayılır. Yəni kodu belə formatlaşdırmağı həmişə vərdiş eləyin. Yazan kimi sətri çalışın, gördünüz səliqəsizdir, выделить eləyib seçib Alt Shift F düyməsini sıxırsınız bu şəkildə. Gəlin yazdığımız bu ilk kodu yoxlamaq üçün
bazamızı yeniləyək və istifadəçi rejimində açaq. Buradan keçirik uçot alt sisteminə. Əməkdaşlar, yəni biz kodu harda yazdıq? Baxın, bu əməkdaşların formasında əsas açılacaq bu formanın pre-открытие prosedurunda, yəni hadisəsi zamanı. İndi fikir verin. Mən hər hansı bir əməkdaşın formasını, kartını açmaq istəsəm, gördünüz, forma açıldı. Bizim yazdığımız bu сообщение istifadəçinin belə qarşısına çıxır. Yəni bu cür kod, məsələn, istifadəçiyə hər hansı bir məlumat vermək üçün hansısa bir şərtə bağlayaraq. İndi biz burada primitiv sadəcə bir belə sətr komandanı çağırdıq, yəni сообщить funksiyasını, yəni platformanın öz daxili funksiyasını və istifadəçinin də qarşısına bu cür, yəni ki, forma açıqdır, mesaj olaraq çıxır. Lap digər əməkdaşı belə açsaq görəcəyik ki, bu bildiriş, mesaj qarşımıza çıxır. Qayıdaq konfiquratora. Yəni bizim bu kodumuz, bu funksiya istifadəçiyə sadə belə mesajlar göstərmək üçün nəzərdə tutulmuşdur. Və bu qeyd etdiyimiz kimi, yəni platformanın daxili funksiyasıdır. Yəni belə funksiyalar çoxdur. İndi yavaş-yavaş hamısı ilə tanış olub belə etap-etap keçəcək. Və ya da предопределённый rus dilində əvvəlcədən quraşdırılmış, yəni platformaya funksiyadır. Yəni bu nə deməkdir? Yəni qeyd etdiyimiz kimi belə bir-esin belə funksiyaları həddindən çoxdur. Yəni artıq bu cür funksiyalar platformanın öz daxilində yazılıb. Yəni bu bir-es platformasının şirkəti tərəfindən. Yəni bizə əlavə belə özümüzdən kodlar yazmağa ehtiyac yoxdur. Yəni bu cür komandaları, yəni sadəcə öyrənib, əzbərləyib, heç əzbərləməyə də ehtiyac yoxdur. Belə sadəcə bunları bu cür komandalar olduğunu bilmək, yəni ki, bizə kifayət eləyir. Yəni daha qısa, belə desək, əvvəlcədən hər bir şey bizim üçün, bizim yerimizə hazırlanıb, yəni rahatlaşdırılıb. Yəni ola bilər, məsəl üçün bu indi mesajdır. İndi tutaq ki, sizə lazımdır istifadəçinin qarşısına hansısa bir bugünkü, hazırki tarixi, cari tarixi göstərmək lazımdır. Məsəl üçün bizim bu tarixi istifadəçiyə təqdim etmək lazımdır. Baxın bu tariximizi. Bunun üçün bir-es platformasında sadə müvafiq bir funksiya var. Onu kifayət edir yazmaq. Yəni qeyd etdiyim kimi bir çox şey artıq bizim üçün platformada hazırdır. Sadəcə onu harda axtarmağı və necə düzgün istifadə etməyi bilmək lazım olacaq bizə. Gəlin indi gələk baxın bu proqram kodundakı prosedur sözünə. Ümumiyyətlə biz bir-es platformasında hansı kodu yazırıqsa, o mütləq ya hər hansısa bir proseduranın və yaxud indi gələcəkdə öyrənəcəyik, görəcəyik indi qarşıda funksiyada yerləşməlidir. Yazacağımız komandalar, funksiyalar, yəni ya hansısa bir prosedurda və yaxud da bir funksiyada yerləşdirilməlidir. Yəni kod yalnız baxın bu blokla bu blokların arasında yazıla bilər. Baxın bu boşluqdan nə kod yazacaqsa, baxın burada bu blokların arasında yazılmalıdır. Çünki bir-es platformasında prosedur və ya funksiyanın daxilində yerləşən kod işlənəcək və bir-es tərəfindən də icra olunacaq. Prosedurların başlanğıcı baxın bu prosedura sözü ilə yazılır. Sonra isə prosedurun adı gəlir. Məsəl üçün bizdə nədir prosedurun adı? Pre-открытие, açılan zaman. Siz burada əgər öz indi görəcəksiniz indi qarşıda öz prosedurlarınızı da yaratdıqda istənilən adı qoya bilərsiniz. Və mötərizədə əgər parametr varsa, onun parametrləri. Bu indi standart отказ parametridir. Bu ki bizdə formanın hadisəsi idi deyə avtomatik olaraq bir-es platforması o öz parametrini bura yerləşdirir. Burada ya parametr də ola bilər prosedurda, olmaya da bilər. Bu indi standart pre-открытие prosedurudur. Və prosedurun özü, yəni təyin etdiyimiz məsəl üçün pre-открытие açılma proseduru, bir növ belə bunu tanımlayaq. Konec proseduru, yəni proseduranın sonu belə aydındır. Görsünüz rus dilində də yazılsa prosedura, bir də konec prosedura. Bununla bitir. Görsünüz də hər şey rus dilində də olsa aydındır. Yəni izah verərək bunları anlayacağıq. Yəni bütün şərti operatorlar, bu istər görsünüz сообщить, komanda rus dilində, yəni ki qeyd oluna bilər rahat şəkildə. Amma bu arada da onu da deyim ki, kim bilmirsə, əgər ingilis dilində də eyni funksiyanı yazmaq mümkündür. Yəni ADNS-də hər bir komandanın, funksiyanın ingilis dilində də qarşılıqları var. Bir-es bunları da anlayır. Amma qeyd etdiyimiz kimi ənənəvi olaraq rus dilində yazmaq qəbul olunub. Ona görə də biz bu proqram kodlarını öyrənmək üçün, tədris üçün rus dilində yazacağıq. İndi yaxşı
Dostlar, bu preotkritsiya proseduru ilə, yəni bu hansı ki bizim bu form harda yazmışdıq, hansı modulda, artıq modulda bilirik nədir. Keçən dərsdə qeyd etmişdik. Modul istənilən kod yazdığımız bir pəncərədir. Yəni bunu belə anlayın ki, modul dedikdə bu bizim kodumuzun yazıldığı yerin adıdır. Biz əməkdaşların bu forma elementasında indi bu kodu yazırdıq. Gəlin indi bu kataloqumuzu əməkdaşlar kataloqunu və onun formasını bağlayaq və keçək emal обработки onun üzərindən bu kodlarımızı tətbiq eləyək. Artıq yadınıza gəlirsə biz bundan qabaqki dərsdə bu обработкаlar haqqında qeyd etmişdik bu obyekt haqqında. İndi isə onu bir növ praktiki nümunə olaraq onun üzərindən işləyəcəyik. Çünki bir məsələni də qeyd edeyim ki, biz daxili proqramlaşdırma, yəni 1S platformasının daxili proqramlaşdırma dilini, onun əsaslarını məhz emal vasitəsilə, yəni bu обработкаlar vasitəsilə öyrənəcəyik. Çünki onunla çox rahat. Gəlin ilk обработкамızı yaradaq. Elə adı da necə var, elə də qalsın. Heç ad da təyin eləməyəcəm. Buradan keçirik onun birbaşa formu hissəsinə. Biz artıq bu обработкanın bütün bu sazlamaları haqqında danışmışıq. Yəni bundan qabaqki videolarımızda. Baxmamısınızsa baxıb oradan yəni ki tanış ola bilərsiniz. Hələlik görürsünüz ki, forma siyahımız, yəni ki, burada heç bir forma yoxdur. Standart olaraq, yəni biz bu forma обработки buradan lupanın üzərinə sıxırıq və готово. Və ilk обработкамızın, indi fikir verirsinizsə burada konfigurator ağacında da görə bilərsiniz, formasını yaratmış olduq. Burada bir məsələni də qeyd edim. Yadınıza gəlirsə, keçən dərsimizdə əməkdaşlarda formanı əlavə etmişdik. Fikir verin. İndi burada menyular var idi, çünki rekvizit falan əlavə olunmuş. Görürsünüz necə oxşardı? Eyni pəncərələr. Sol tərəfdə elementlərin siyahısı, tənzimləmələr, rekvizitlər, komandalar və formanın vizual necə görsənəcək bu hissəsi. Bir də formamızda görürsüz aşağıda misal üçün forma, bir də modulu, hamısı yəni ki eyni spravочникdə keçən dərsimizdə artıq bu nə keçmişdiksə eyni forma. Baxmayaraq ki bu başqa obyekt. İndi bu formada bizə nə lazım olacaq? Yəni bu proqramlaşdırmanı öyrənmək üçün, kodlarımızı tətbiq etmək üçün. Bizə indi burada bir dənə düymə yaratmaq kifayət eləyəcək. Yəni rekvizit falan görsə heç bir şey yoxdur, boş. Keçirik buradan komanda bölməsinə bura və bir dənə düymə əlavə edirik. Baxın bura basmaqla. Komandamızın da əlavə etdikdən sonra avtomatik olaraq sazlama pəncərəsi, bu свойств palitra, sazlama palitrası, bu свойства palitra bu pəncərə açılır. Ona ad verə bilərik. Adını da qoyarıq, gəlin start. Yəni başlanma, belə bir ingilis dilində də qoyaq. Fərqi yoxdur, nə istəsəz yaza bilərsiniz. Və bizim bu komandamızın təyin etdiyi. İndi gəlin onun bu komandaya bir hərəkət, əməliyyat təyin edək. Yəni bu nə deməkdir? Bu müştəri tərəfindən bunun üzərinə basıldıqda icra olunacaq, yəni bir komanda, hərəkət, onu təyin etməliyik. Bunun üçün baxın burada sazlanma pəncərəsində действие adında belə bir bölmədə, xanada lupanın üzərinə sıxırıq. İndi bunlar haqqında da, yəni bu создать на клиенте, на serveri bu haqqda da danışacaq. Hələlik bunu saxlayırıq. Создать на клиенте, yəni klient tərəfdə icra olunacaq bir komanda. OK. Və qarşımıza gördünüzsə bu şəkildə necə bundan qabaqki dərsimizdə əməkdaşlar üçün formada onun hadisəsi var idi forma açılanda. İndi bizim düyməmizin hadisəsi. Yəni bu nədir? Bu düymənin üzərinə sıxıldıqda istifadəçi tərəfindən icra olunacaq. Baxın start komanda bura. Burada yazacağımız kod icra olacaq. Düymənin bir növ kodunu təyin eləyəcəyik. İndi başlayaq ən sadə anlayışlardan. Məsələn, peremnə, yəni dəyişənlər. Dəyişənlər yəni nədir? 1S platformasında. Gəlin indi artıq tanıdığımız bir funksiyadan istifadə edərək ilk dəyişən nümunəmizi yəni yazaq. Bunu yazırıq. Artıq bunu komandanı tanıyırıq. Subsheet. Bu kodla yəni ki tanışıq. Mötərizəni açırıq və içinə belə bir start sözünü yazırıq və nöqtəli vergülü qoymağı unutmuruq. Yəni biz istəyirik ki, istifadəçi bu start sözünü göstərək. Ancaq yadınıza gəlirsə, bundan qabaq biz nə demişdik? Burada yazı dırnaq içində yazılmalı, yəni sətir. Ancaq niyə görə indi biz bu start sözünü mütləq gərək dırnaq içərisində yazaq? Yəni birbaşa bu şəkildə yaza bilməyək. Bunu yaza bilmirik. Çünki indi bizim baxın bura yazdığımız bu start, bu bir sətir deyil. Bu baxın bu şəkildə bir sətir deyil dırnaq arasında. Görürsüz, bu indi yazı olardı və xətasız birbaşa çap oluna bilərdi. Ancaq indi fikir verirsinizsə, gördünüz göy rəngə çevrildi. Yəni bu bir sətir deyil, bu bir
bizim təyin etdiyimiz, yəni ad bir identifikator, bir dəyişəndir. Və bu dəyişən olduğuna görə biz buna hələ heç bir dəyər də verməmişik, yəni значение də verməmişik. Baxın, indi biz bu işarəyə klikləsək, bu proverka moduluya və yaxud da yəni ki bizim modulumuzun yoxlanılması, yəni xətalar varsa, baxın bu işarəyə, bu piktoqrama biz sıxmaqla, baxın bu piktoqrama biz moduldakı xətaları yoxlayırıq. Fikir verin, bassam, görürsüz xəta çıxır. Baxın xəta. Переменная не определена. Dəyişən, burada indi rus dilində yazılıb ki, dəyişən təyin oluna bilmədi. Yəni biz сообществinin, baxın, mötərizəni açanda bizdən nə istəyir? Tipi stroka istəyir, mətn istəyir. Və biz bunun içərisində isə bir növ dırnaqsız yazdıq deyə bir dəyişən göndərmiş oldu. Ona görə də istənilən dəyişənə əvvəlcə bir dəyər verməliyik. Yəni onu təyin etməliyik. Baxın, gəlin bunu götürək, kopyalayıram. Burada təyin edirik, baxın. Biz bu şəkildə yazdıq. Bu bir növ bir dəyişən. Yəni proqramda, yaddaşında hər hansı bir yerində ünvan, bir yer ayırırıq. İndi lap dərinliyə getmirəm. Siz hələ bunu переменная, yəni dəyişən kimi belə yadınızda saxlayın. Yəni buna biz müxtəlif dəyişən də niyə görə deyirik? Bunun içərisində fərqli dəyərləri saxlaya bilərik. Yazı saxlaya bilərik, rəqəm saxlaya bilərik, başqa tipdə obyekt, məlumat saxlaya bilərik bu dəyişəndə. Yəni dəyişən bu cür, yəni ki, sadə dildə gedir. Yəni çox belə terminləri dərinliyə getmir. Bu dəyişənə biz bir dəyər verməliyik. Onu vermək üçün dəyişənə bir dəyər bərabərdir işarəsini qoyuruq və dırnaq arasında gəlin salam sözünü yazaq. Baxın bu şəkildə. Artıq bizim bu start, hansı ki bir xəta verirdi, start dəyişənində salam sözü saxlanılır. Bir məsələni də qeyd edeyim ki, biz dəyişənləri rəqəmlə başlaya bilmərik. Baxın, belə bir başlasaq, bu bizə xəta verəcək. Görürsüz, неопознанный operator, təyin olunmayan bir operator, bir komanda kimi onu gördük. Bu səbəbdən bu sintaksə də diqqət etmək lazımdır. Böyük, kiçik hərflə başlamağı fərq etmir. Rəqəm, başqa bir digər simvollar. Sadəcə bu altdan yazı simvolu ilə yaza bilərsiniz. Üstə gəl, belə bir simvollardan dəyişən təyin etmək olmaz. Bu bizim indi yaratdığımız ilk dəyişəndir, start və ona salam sözünü mənimsədik və sonda da nöqtəli vergülü qoymağı da unutmuruq. Bu mütləq olmalıdır. Baxın, əgər bunu etməsək, nöqtəli vergülü qoymasaq, operatorun komandanın sonunda fikir verin, xəta verəcək və 1S platforması bizdən özü tələb edir ki, nöqtəli vergülü qoy. Bu səbəbdən də mən sizə də tövsiyə edirəm ki, hər dəfə kod yazdıqdan sonra arada baxın bu piktoqrama işarəsinin üzərinə sıxın, ya da ki Ctrl F7 gördüyünüz kimi. Ona vuranda bu sizə görürsüz sintaksis ошибка не обнаружена. Sintaksis xəta tapılmadı. Yəni artıq sizə aydındır ki, sizin kodunuzda heç bir xəta yoxdur. Və bir də çalışın kodu seçin belə. Qeyd etdiyim text, blok, formatировать. Kodu bu şəkildə səliqəyə salsın. Alt Shift F seçdiniz, Alt Shift F düyməsinə sıxırsınız. İndi gəlin bu yazdığımız kodu istifadəçi tərəfdə yoxlayaq və test edək bu nümunəmizi. Bunun üçün bazamızı yeniləyirik. Baxın, burada bir şey unutdum. Biz ki obrabotkanı yaratdıq. Gəlin onu hər hansı bir alt sistemə əlavə eləyək ki, istifadəçi tərəfdə bizə rahat tapa bilək. Uchot altı sistemini seçirik, bağlayaq və indi bazamızı yeniləyək və istifadəçi rejimində açaq. İndi keçirik uchot alt sisteminə. Baxın, obrabotkalar, yəni ki, konfiquratora əlavə olunduqdan sonra bunlar bizdə bu servis bölməsində olur. Keçirik servis və obrabotka. Bizim indi yaratdığımız. Baxın, bizim indi bu obrabotkamızda görürsünüz ki, heç bir düymə falan beşməkan yoxdur. Halbuki biz düyməyə əlavə etmişdik. Ancaq bir şey unutduq. Yəni keçən dərsimizə də baxsaz sizə aydın olacaq. Biz start düyməsinə əlavə etdik. Onun üçün baxın, burada komandanı təyin etdik, fun kodu ki, üstünə basıldıqda hadisəsini, yəni bu düyməyə sıxıldıqda. Ancaq formamıza fikir verirsinizsə, baxın, əlavə olunmayıb. Burada yoxdur. Bu səbəbdən də bu startı götürürük, çəkirik formamıza. Baxın, indi bu şəkildə düşdü formaya. İndi yeniləyək bazamızı və istifadəçi tərəfə keçək. Uchot alt sistemi, servis, obrabot. Görürsünüz, indi düyməmiz, baxın, formada görsənmiş oldu. Gəlin, yazdığımız kodu test eləyək. Start düyməsinin üzərinə sıxaq. Yəni, sıxsam, indi nə baş verəcək? Startın, baxın, sağ düyməni də sıxıb buradan, düyməni konfiquratorda. Baxın, görürsünüz, P hərfi ilə burada start yazılıb. Baxın bu. Görürsünüz,
gəlirik kodumuzun içinə. Baxın bura girəcək. Bu kodlar başlayacaq icra olunmağa. Düyməni sıxdıqda. Keçək platform konfiquratora istifadəçi rejimində startı vururuq. Gördünüz salam. Bizim yazdığımız bu salam. Hansı ki bu dəyişəni biz çağırdıq sabşitin içində. Artıq bunun içərisində salam sözü var idi mətin şəkildə. Bir növ biz bu dəyişəndə bu mətni saxlayırıq hal-hazırda. Və qarşımıza belə bir baxın vurduqca salam salam görürsüz çıxır. Yəni sadə belə bir ilk primitiv kodumuz, yəni platformanı quraşdırılmış bu funksiyadır standart, əvvəlcədən təyin olunan funksiya, hansı ki ondan istifadə elədik. Həm də ilk dəyişənimizi bir növ yaratmış olduq. İndi yenə də davam edə bilərik. Bu dəyişənlərdən biz istifadə edərək sadə riyazi əməliyyatlar da yerinə yetirə bilərik. Məsələn, toplama. Gəlin belə eləyək. Bu start dəyişəninə, bu bərabərdir nə deməkdir? Mənimsədirik nə isə bu dəyişənimizə. Salam sözünü silək. Burada 5 üstəgəl 5. Belə bir riyazi əməliyyat yazır. 5-in üstünə gəl 5. Və sonra da sabşit həmin bu dəyişənimizi bir növ istifadəçiyə mesaj olaraq qarşısına çıxartmaq komandasına göndəririk. İndi fikir verin. Burada gördüyünüz kimi artıq mətn deyil, riyazi bir əməliyyatdır. Və aydındır ki, biz bu sabşit, yəni bu zaman düymə sıxıldıqda istifadəçi tərəfdə qarşımıza 10 rəqəmi çıxmalıdır. 5 üstəgəl 5 10. Gəlin indi bunu da yoxlayaq. Bazamızı yeniləyək. Keçirik istifadəçi rejiminə. Servis obrabotki. Baxın, start düyməsinə vuran kimi qarşımıza 10 çıxır. Yəni 5 üstəgəl 5. Bir növ biz indi burada, yəni ki, bir riyazi əməliyyat 2 dənə rəqəmi bir-birinə sayı bir-birinə topladıq. Biz indi bunu elə başqa bir üsulla da eləyə bilərik. Gəlin belə eləyək. Bir dənə dəyişən A yaradaq. Bərabərdir 5. Yəni bu A bizdə indi dəyişən oldu. 5-i ona mənimsədik. Bir dənə də B adında dəyişən yaradırıq. Dəyişən dedikdə bir dənə biz ad qoyuruq, bir növ proqramın içində yaddaşda bir yer ayrılır. Yəni çox sadə şəkildə. Yəni lazım deyil dərinə getməyə, terminlərlə özümüzü yorulmaq. Hamısını yavaş-yavaş öyrənəcəyik. 5 yazdıq və bir dənə də C dəyişəni yaradaq. A-nı üstünə gələk B-ni və nöqtəli vergül. İndi burada da fikir versiniz. A dəyişənində gəlin buralara buraxaq. Belə biraz səliqəyə salaq. A dəyişənində 5, B dəyişənində də 5 saxlanır. C dəyişəni isə bu A dəyişəni üstəgəl B dəyişəninin içində olan bu 5-i toplanacaq. Bu dəyişənlərin içində hansı rəqəm var, onları toplayacaq və sonda da sabşitdə, yəni gəlin bunu C-ni, yəni indi artıq start yoxdur. Bu C-ni də istifadəçiyə bir növ mesaj olaraq qarşısına çıxardacaq. Gəlin bazamızı yeniləyək. İstifadəçi rejimində açaq. Total sistemi, servis, obrabotki, start. Gördünüz, yenə də 10 xətasız. Yəni A5, B5, C də bərabərdir A üstəgəl B, yəni 5 üstəgəl 5. Sabşit elədik C-ni, yəni ki 10. Yəni ki hər şey doğru oldu. Yəni bu üsulla da bu şəkildə də yazıldıqca da. İndi isə yenə də davam eləyək. Daha maraqlı nələr yaza bilərik. İndi burada sadə bir şeylər. Yoxsa siz də baxasınız. Siz özünüz də mənimlə bir yerdə belə yazın, yoxlayın. Mən necə girirəm burada yoxlayıram bu şəkildə. Yəni obrabotkanı da indi yaratdıq elədik. Hamısını mənimlə bir yerdə təkrarlayın. Özünüz də görəcəksiniz. Artıq kodunuzu da yəni işə salırsınız. Qarşınızda nümunələrinizi görürsüz. Nə edə bilərik? Məsələn, C bərabərdir A, məsəl A üstəgəl B-ni götürək A ilə B-ni mötərizəyə salaq. İlk əvvəl bunlar hesablasın. Yəni bölmə əməliyyatını, riyazi əməliyyatını salaq bura, bölmə işarəsi və 2-yə bölək. Gəlin indi bazamızı istifadəçi rejimində yeniləyib açaq, keçirik bura və vursaq, gördünüz 5. Tamamilə doğru. A üstəgəl B, yəni A-nın A dəyişənində olan 5 toplansın B dəyişənində olan 5-ə, elə də 10. Onu da böldük biz 2-yə. Baxın bu şəkildə biz istənilən riyazi əməliyyatları, yəni eləyə bilərik. Funksiyaları, riyaziyyatdan vurma, çıxma, bölmə, hamısını belə 1S platformasında belə kodla icra eləyə bilərik. Yəni bu çox rahat və asan. Bir də sizə onu da deyim ki, əmin olun ki, bu digər proqramlaşdırma dillərindən bu əməliyyatları etmək qat-qat asan və rahatdır. Yəni burada fikir verirsinizsə, başqa proqramlaşdırma dillərində dəyişənin tipini elan et, nə bilim int, integer, nə bilim float, double, belə şeylər Java-da olsaydı double, float, int, integer, onların nə qədər yaddaşı var. Adines bunları bizim üçün eləyir. Biz bunu heç görmürük. Biz sadəcə görürsüz, aydın və rahat dildə öz sətirlərimiz, öz kodumuzu belə yazırıq. Yəni çətinlik yoxdur, çox asandır. Yəni üstəlik onu da qeyd edeyim ki, 1S-də, yəni bu platformada yalnız riyazi funksiyalar deyil. Yəni ki, tutaq ki, gəlin bir dənə də nümunə götürək, rəng dəyişənləri yaradaq. Məsəl üçün gəlin, belə bir rəng bir dəyişəni yaradaq. Yəni, bir rəng dəyişəni olsun. Tutaq ki, bunun adını qoyaq göy. Gəlin belə eləyək, bu yazdığımız kodlarda qalsın bundan qabaq ki. Bu sabşit C, düşək aşağı.
Bu kodlarımızı da saxlayaq ki sizdə də rahat olsun ki, yəni itirməyək. Hər dəfə təzə kod yazırıq, bundan qabaqçılar itir, yəni ki, qoy yaddaşda qalsın bizim üçün. Bir dənə rəng adında yaradırıq, bərabərdir. Göy, nöqtə vergül qoymağı unutmuruq. Bir dənə də rəng 2 yaradaq, bərabərdir. Qırmızı, nöqtə vergül. İndi subsheet komandasını çağırırıq və burada rəng üstə gəl, bizim ikinci yaratdığımız dəyişən rəng 2 mötərizəni bağlayırıq. Bir də burada bir şey deyim sizə. Əgər biz indi görürsüz, mən bu düyməni bassam, hal-hazırda bu düyməni sıxsam istifadəçi tərəfə 2 dənə subşeniya çıxacaq. Bu da çıxacaq, bir də bu. Əgər mən istəmirəmsə bu kod icra olunsun, biz bunu kommentariya edə bilərik. Bütün proqramlaşdırma dillərində olduğu kimi. Bu da nədir? 2 dənə slash belə əyri xətti qoyuruq. Fikir verin. Bu iki əyri xətti slash işarəsi simvolunu qoyduq. Bu deməkdir ki, bizim bu kodumuz icra olunmayacaq. Yəni bu adətən kommentariya üçündür. Biz misal üçün burada belə bir kommentariyalar yazmaq üçün istifadə edə bilərik. Riyazi tutaq ki, əməliyyatlar. Və yaxud da dərsimiz mövzusu nədir? Gəlin hətta belə eləyək. Dəyişənlər. Yəni kodda bu kommentariyalardan da həmişə çalışın istifadə edin. Yəni ki, bu şəkildə kodunuz həm aydın olacaq. Siz kodun hansı hissəsində nə yazırsınız, hansı məqsədlə yazırsınız, hamısı aydın olur. Görürsüz dəyişənlər. Bu kod bu icra olunmayacaq. Bu sadəcə bizim bu proqram koduna, bu modula, formanın bu moduluna daxil olanda biz prosta oxuya biləcəyik. Nədir mövzu dəyişənlər? Nədir burada da yazılan kod? Riyazi əməliyyatlar. Görürüz ki, riyazi əməliyyatlar. Həm bu şəkildə. İndi həm də qeyd etdiyim kimi yadınızda saxlayın. Kommentariya alınmış kodlar Adnes tərəfindən buraxılır, yəni ki, icra olunmur. İndi gəlin istifadəçi rejiminə keçək. Biz burada gördük 2 dənə mətni bir-birinin üzərinə gəldik. Gəlin keçək istifadəçi rejiminə. Çotal sistemi, servis, abrabot. İndi fikir verin. Gördünüz 2 dənə mətn. Yəni ki, biri var idi riyazi əməliyyat olaraq biz 5 üstə gəl 5 toplayırdıq. 10 nəticəsini alırdıq. Burada isə göy mətni, sətiri, qırmızı sətrin üzərinə topladıq. Ancaq burada artıq iki sətir arasındakı olan bu əməliyyat toplama yox, artıq bunları bir-birinə birləşdirir. Lakin əgər fikir verirsinizsə, biraz burada göy, qırmızı, birinə birləşib də belə. Yaxşı olardı ki, içində boşluq ara olardı. Gəlin bunu da belə eləyə bilərik. Bir dənə də üstə gəl əlavə edirik. Dırnaq, boşluq, dırnaq. Baxın bu şəkildə. Bu nə deməkdir? Burada biz bir boşluq əlavə etdik. Burada sizə bir dənə də bir şey deyim. Baxın. Biz indi dəyişən yaratdıq və ona mətn tip, sətir tipini. İndi görürsüz tiplər də aynı olur. Biri var idi rəqəm tipi. Görürsüz, yəni 5, 6 dəyişənlərdən rəqəm, bildik ki, çislo var, rəqəm. İkinci tipimiz nə oldu? Sətir. Sətirdə burada da yoxdur da, məsəl üçün digər proqramlaşdırma dilində ayrıca bir simvol üçün. Yəni bunun içinə bir dənə də hərf də yazsa, hamısı mətn kimi gedir, dırnaq arasında yazılır. Və görürük ki, indi bu toplama əməliyyatını başqa bir tip üçün, sətir tipində olan dəyişənimiz üçün də tətbiq eləyə bildik. 2 dənə rəngi bir-birinə topladıq, yəni birləşdirdik. İndi gəlin icra eləyək. Keçirik servis, abrabotki, start. Gördünüz? Göy, ara, qırmızı. Baxın burada. Göy, ara, qırmızı. Baxın bu şəkildə. Subşeni qarşımıza çıxır. İndi qaydaq yenidən konfiguratora. İndi burada bir məsələni də sizə deyim. Bayaqları qeyd etməli idim. O da nədir? Biz indi rəng dəyişənini elan etdik və rəng 2 dəyişənini və bunların tipini sətir mənimsətdik deyə bu tip sətir tipində oldu. Yəni mətni saxlayır indi bu dəyişən öz yaddaşında. Fikir verin. Əgər mən bunu yazarkən r yazdım. Mən məcbur deyil indi bunu götürüm belə bu cür. Baxın, burada mən Ctrl düyməsini saxlayıb, baxın, Ctrl space, yəni ki Ctrl probel eləsəm, gördünüz? 1S plat belə bir S tərəfindən bizim üçün pucu olaraq belə bir siyahı çıxdı. Rəng, görürsüz? Rəng. Və bunu rahat seçə bildim. Və yaxud da baxın, hətta göstərdim sizə. Bir dənə R hərfini yazdım. Ctrl düyməsini sıxıb probel, yəni bu space, boşluq işarə klaviaturada düyməsinə sıxıram. Ctrl probel. Gördünüz? Mən indi seçə bilərəm. Burada görürsüz nə qədər bütün funksiyaların siyahlı 1S-də, yəni ki bütün funksiyaların belə siyahısı çıxdı. Mənə indi nə lazım idi? R hərfi ilə başlayan rəng. Gördünüz, rahat oldu. Hətta baxın, indi vursam yenə də yazmıram, rəng 2-ni seçirəm. Yəni bunu da yadınızda saxlayın. Bu necədir? Bunu qeyd eləyək kommentariyada. Ctrl space.
Yəni probel işarəsi. Ctrl probel vurursunuz, sizin qarşınıza ipucu olaraq komandanın adı, dəyişənin adı birəs sizə bunu rahat olsun deyə verir. Yəni durub tezdən yazmağa da heç ehtiyac qalmır. İndi siz bu yazdığımız kodlardan, yəni bu sadə primitiv kodlardan sizə başa düşürsüz ki, dəyişənlərə, yəni bizim elan etdiyimiz bu dəyişənlərə istənilən dəyəri vermək olar və onları da dəyişmək mümkündür. İndi məsələn, gəlin başqa bir nümunə kodumuzu yazaq. Düşək aşağı. Bu kodumuzu yenə də. Baxın, belə bir şey göstərdim. Əgər görürsüz, indi biz kommentar elədik. İndi durub bir kommentariyanı bu cür yazmamaq üçün bir gəlib düşüb belə. Bir restə baxın. Bunu rahat etmək üçün yazımızı seçirik. Baxın, belə burada gördüyünüz, baxın bu işarənin üzərinə, baxın burada. Kommenta 2 dənə slash işarəsini vururuq. Gördünüz, avtomatik olaraq həmin seçdiyimiz bütün sətirlər, yazılar kommentar olundu. Gəlin burada da bir kommentar da əlavə eləyək. Mətn tipi, sətir tipi, sətir. Burada sətir idi, burada isə riyazi əməliyyatlar idi. Yəni belə aydın olsun ki, biz burada 2 dənə sətri bir-birinin üzərinə topladıq. Keçək digər nümunəmizdən yazarıq. Belə deyək, 2 dənə dəyər elan eləyək. Adını elə dəyər də qoyarıq. Dəyər bu şəkildə. Bu dəfə bura gəlin, belə eləyək. Maaş yazaq. Maaş belə yazı tipində olsun. İndi anlaşılır. Yəni ki, indi hal-hazırda baxın bu bütün indi qeyd edirəm, yəni indidən də belə, bunlar hamısı primitiv tiplərdir. Yəni bizim sadə primitiv tiplər sayılır bir S-də. Yəni rəqəmdir, yazıdır. İndi yavaş-yavaş gedirik. Yəni bir növ həm də tipləri də öyrənirik, dəyişənləri. Yəni ki, bu indi bizim elan etdiyimiz dəyişəndir, dəyər. Bura maaş. Gəlin bunun üzərinə gəlirik. Baxın, indi 100. 100 rəqəm tipi olduğuna görə rəqəmi yazarkən, yəni fikir vermişdisə, biz dırnaq işarəsindən istifadə eləmirik. Yəni maaş üstə gəl 100, bir dənə də üstə gəl qoyuruq. Və bir dənə də sətir bura yazırıq. Manat. Və dırnağı da bağlayırıq. Və nöqtəli vergül də qoymağı unutmuruq. Və aşağıda da bir dənə dəyər yaradaq. Dəyər yox. Mən üzr istəyirəm sizdən. Dəyər значениеdir. Lütfən dəyişən yazaq. Dəyişən və dəyişən 1. Burada istənilən sözü yaza bilərik. Gəlin belə qırmızı sözü yazaq. Qırmızı. Bundan qabaq yazdığımız kimi burada qırmızı yazmışdıq. Dırnağı bağlayırıq. Fərq etmir. Nöqtəli vergül. İndi yenə də soобщить. Baxın, soобщить sözünü də tezdən sıfırdan yazmaq lazımdır. Soоб yazdım. Fikir verin. Ctrl space-i bastım. Bir dənə də O hərfi. Görürsünüz, ipucu olaraq gəlir. B-ni bastıq. Ş-ni bastıq. Fikiriz. Yazmışıq. Yəni ehtiyac yox tezdən yazmağa. Bir hərfini yazdığınız komanda, tutaq ki, adı heç bunu heç əzbərləmək də lazımdır. Yəni Ctrl space klaviaturada. Baxın bu 2 dənə Ctrl space. İkisini bir yerdə basırsınız, ipucu olaraq sizə bütün komandaların, dəyişənlərin hamısının adı çıxır. Burada biz nə edirik? Dəyişən 1. Baxın indi. D-ni yazdım. Görürsüz? Dəyişən 1. Lazım deyil tam yazmaq. Üstə gəl. 2 dənə boşluq. Yəni boşluq, bir dənə də dəyişən 2. Baxın yenə Ctrl space, dəyişən 2. Dəyişən 1-də bizdə maaş üstə gəl 100, üstə gəl manat. Bir də dəyişən qırmızı. Yəni fikir verin, mətn üstə gəldi, rəqəm tipi üstə gəldi, mətn. Bir də indi bu soобщить eləyərkən bir dənə də dəyişən bu şəkildə üzərinə gəldikdə nöqtə vergül də unutmuruq. Yəni müxtəlif tipli dəyişənləri biz bir-birinin üzərinə topladıq. Belə bir riyazi əməliyyat etdik. Gəlin indi istifadəçi rejimində baxaq. Bazamızı yeniləyirik. Sonra istifadəçi rejimində açmaq üçün. Baxın, bunu da indi deyim, birdən çaşarsınız. Bir burada atlatkanı vurub bu siyahıdan. Начало atlatki. Baxın, bunu seçə bilərsiniz. Və yaxud da buradan birbaşa, baxın bu işarənin üzərinə də sıxıb istifadəçi rejimində aça bilərsiniz. Keçirik uçot alt sisteminə. Servis, obrabotkamız və yenidən start düyməsinin üzərinə vururuq. Gördünüz, maaş 100 manat qırmızı. Yəni belə qarışıq bir mesaj kimi çıxartdıq. Yəni burada. Yəni ki, gördüyünüz kimi bu сообщениямız çıxdı. Gəlin keçək yenidən konfiqurasiyaya. Deməli, indi bizə aydın olur ki, biz dəyişənlərə istənilən tipli məlumatı mənimsədə bilərik. Və qeyd etdiyimiz kimi sonra bu dəyişənlər üzərindən də biz indi bura durub, misal üçün maaş üstə gəl 100, üstə gəl manat sözünü biri var yazardı. Bunu artıq biz bu dəyişən istənilən sətirdə gələcəkdə elə bil ki, bir növ istifadə eləyə bilərik. Yenə də dəyişən birbaşa görürsüz, istifadə eləyə bilirik bunu, bu dəyişənimizə. Ona da istənilən tip məlumatları bir növ mənimsətdik. Deməli, indi bura kimi biz dəyişənlərlə, iş prinsipləri ilə artıq tanış olduq. Yəni, bir növ yadınızda da saxlayın ki, indi qeyd edirəm, bu dəyişənlər indi bizdə nə idi?
primitiv tiplər. Bunu yazaq. Bütün burada istifadə etdiyimiz dəyişənlərə mənimsətdiyimiz məlumatlar primitiv tiplərdir. Burada hansılar idi? Biri rəqəm, bir də mətn. Belə baxın bu sətirlər, yazı tipi. Bir də bu rəqəm. Bunlar hamısı primitiv tiplər sayılır. İndi isə növbəti yeni bir məlumat tipi ilə tarix, data ilə tanış olacaq və BRS də bununla necə işləyirik, onu da öyrənəcəyik. Əvvəlcə gəlin bu yazdığımız kodları səliqəyə salıb belə kommentariya eləyək. Gəlin bunları hamısını bir yerdə kommentirovat eləyək. Kommentariyada bunu seçirik və burada yuxarıda baxın bu işarənin üzərində sıxırsız kommentariya olur. Yəni ki bu kodlar icra olunmur. Bunları da birləşdiririk. Bu bizdə control space biz öyrəndik ki, ipucu olaraq bizə kodun dəyişən siyahısını verir BRS. Və baxın bu cür. Keçirik növbəti bir tipimizə. Bu da olacaq bir növ tarix. Baxın, BRS platformasında biz necə ki qeyd etdik, özünün daxili quraşdırılmış funksiyaları var. Tutaq ki, bu subsheet, biz hansı ki bundan indi istifadə edirik. Tarixlə bağlı, yəni hazırki bizim kompüterdə, sistemdə olan, baxın, bu tarixi əldə etmək üçün, baxın bu tarixi əldə etmək üçün daxili funksiyası var. O da nədir? Gəlin onunla da tanış olaq. Tekuş, baxın, control space, bunu unutmayın, hər dəfə təkrar edirəm. Görürsünüz, ipucu olaraq bizə funksiya siyahıları çıxdı. Tekuş data, data seansa, tekuş. Görürsünüz, tekuş sözünü yazdım. Heç mən kodu əzbər bilmirəm. Yadımda deyil, tek sözü yadımdadır. Tek yazıb control space-i basdıqda avtomatik olaraq bu siyahı misal üçün qarşımıza çıxır. Seçirik. Baxın bu tekuş data. Bu bizə bu funksiya nə qaytarır? Bu bizə hazır qeyd etdiyimiz kimi baxın bu tarixi qaytarır. Kompüterimizdə olan baxın bu tarixi tekuş data. Gəlin indi bunu yoxlayaq. Bunu silək, tezdən yazarıq, problem deyil, əlimizə öyrəşdirək. Subsheet. Baxın sob yazdım, kontrolu saxlayıb probeli vururam, çıxır. Tekuş T yazdım, control space, görürsüz tapdım. Heç bir dənə sətr kodu yazmıram əlinə. Qeyd etdiyim kimi control space özü bizə ipucu olaraq verir. Baxın indi. Gördünüz, heç bir vaxt da getmədən. İndi bu bizə bu subsheet istifadəçi tekuş datanı. Tekuş datada nədir? Baxın bu. Qeyd etdiyim kimi bu bizim, baxın, indi gəlin bu kodumuzu da test edək. Yəni bura yazdığımızı bu tekuş data. Aydındır ki bizə hazırki vaxtı qaytaracaq kodumuz. Yəni ki baxın bu tariximizi qaytaracaq. Bazanı yeniləyirik və istifadəçi rejimində də açırıq. Keçirik uçot alt sistemi servis, obrobotka və start düyməsinə sıxırıq və gördüyümüz kimi bizə hal-hazırda bu tarixi qaytardı. Yəni hazırki tarixi. Qaydaq yenidən konfiguratora. İndi burada da bir maraqlı mövzuya toxunaq. Bu da nədir? Gəlin indi bu funksiyanın, yəni bu tekuş data, ümumiyyətlə görsə subsheet, biz iki dənə funksiyadan istifadə etdik. Biri istifadəçinin qarşısına bu tekuş data, bu tarix tipini, yəni tarixi qaytarır bizə. Onu qarşısına çıxartdıq. İndi bunu sintaksis köməkçidən istifadə etməklə baxaq görə proqramda, platformada bu necə təsvir olunur. Bu, yəni ki, siz də çalışın gələcəkdə də bu sintaksis köməkçidən çox istifadə eləyəsiniz. Biz bu yazını, bu komandanı, bu funksiyanı seçirik və keçirik burada yuxarıda baxın bu işarənin üzərinə. Bunun üzərinə tıklayırıq və gördüyünüz kimi baxın həmin tekuş datanı bu pəncərədən indi seçsək, baxın bunu böyüdürəm. Sintaksis köməkçidə həmin bu komanda haqqında məlumat qeyd olunur. Baxın yazılır sintaksi, yazılış qaydası, tekuş data, tipi, возвращаем значение, geri qaytarılacaq dəyər, data, tekuş sistemlə data, hazırki baxın bu sistem datasını qeyd edir. Sonra определяет текущий систем дату на kompüter, kompüterdə olan datanı təyin edir. Dostupность, harda bu əl çatandır. Tonki klient, yəni sadə interfeyslərdə, yəni klient tərəfdə olan, web klientdə, mobil klientdə, server, dostu, yəni bütün server, bütün demək olar ki, sistemin həm klient, həm istər servis olsun, biz bu funksiyanı işlədə bilərik. Harda bunlar əl çatandır bu funksiyanı istifadə. O da hətta baxın primer nümunə olaraq da bizə kod da verir. Gördüyünüz kimi, yəni çox belə rahat şəkildə sintaksis köməkçidən istifadə edilir. Ümumiyyətlə çalışın ki, BRS-də istənilən komanda haqqında məlumatı ilk öncə bu sintaksis köməkçilərdən istifadə etməklə bu şəkildə. Sonra isə internetdə, Google-da falan başqa yerdə də axtara bilərsiniz. Baxın, hətta burada nümunədə fikir versəz, belə bir, yəni ki, şərt operatorunda bu haqqda indi biz sonra gələn videomuzda danışacağıq. İndi hal-hazırda biz bu tekuş dataya sırf baxırıq. Fikir versəz, начало месяца belə bir funksiya var. Yenə də onu istifadə. Gəlin bunu kopyalayaq, biz götürək.
götürək. Bu kodu, yəni bu начало месяца və yaxud da görürsüz конец месяца var. Gəlin götürək onu biz öz kodumuzda istifadə eləyək. Bu nədir? Bu начало месяца adından da bəlli olur ki, ayın əvvəlini qaytarır. Bizdə hal-hazırda misal üçün tarix hansıdır? 11.05. Bu начало месяца bizə nə qaytaracaq? 01.05-i qaytaracaq. Конец месяца bizə nəyi qaytaracaq? Baxın misal üçün 30.05, yəni bu ayın sonunu bizə qaytaracaq. Yəni bu şəkildə. Yəni bu hazır funksiyalar var. Bunun üçün biz durub 1S-də nəsə ayrıca kod yazmırıq. Hazır baxın bu kodumuz var. Götürüb bunu indi istifadə eləyərik bizdə. Gəlin, keçək, götürək bura. Hətta sintaksi köməkçisini artıq bağlayır. Onun haqqında da belə qısaca olsa da qeyd etdik. Yazaq əllə. Начало. Baxın, начало. Vururuq. Qeyd etdiyim kimi Ctrl Space. Görürsüz, hətta ipucu olaraq da bizə başqa funksiyalar da çıxdı qarşımıza. Начало года, ilin əvvəli, начало dня, günün əvvəli, начало kvartalı, начало месяца, начало минуты, недели. Gördünüz nə qədər həftənin, günün başlanğıclarının hamısının siyahısı çıxdı. Hətta gəlin indi qeyd etdiyimiz kimi bunu seçək. Və bu indi görürsüz mötərizə açılan kimi bizə ipucu olaraq deyir ki, nə istəyir? Ona hansı parametr göndərir? Data tipində. İndi bizim də tekuş datamız onsuz da data. İndi gəlin yoxlaya görə kodumuzda bir xəta yoxdursa, həmişə fikir verin, baxın bunu, bu işarəni həmişə vurursunuz. Gəlin yoxlayaq kodda, görürük ki, xəta var. Nədir? Mötərizənin birini yazmamış. Qoyuruq mötərizəni. Yenidən yoxlayırıq. Görürük ki, yazıldı ki, heç bir xəta yox. Gəlin indi kodu icra eləyək, yoxlaya görə istifadəçi rejimdə necə görsənir. Bazamızı açırıq istifadəçi rejimdə. Alt sistem, servis, обработка, start. Fikir verdinizsə, baxın 01.05.2025. Yəni ki, ayın əvvəlini bizə qaytardı. Yəni çox rahat, yəni hazır funksiyalardır. Və yaxud da gəlin keçək tezdən. Начало nə var idi başqa? Ctrl Space, bunu unutmayın. Yəni Ctrl kodu yazıram. Начало. Sonra da Ctrl Space mənə özü bütün hansı funksiyalar var siyahı şəklində yazılan sözün davamı olaraq qarşımıza çıxarır. Начало года. Gəlin bunu yoxlayaq. İlin əvvəlini qoymaq. İndi bazamızı yeniləyək, birbaşa açaq. Keçirik uçot alt sisteminə, servis, обработка, start. Gördünüzsə, baxın, ayın 1-i. Yəni ki, ayın 1-i deyirəm, üzr istəyirəm, yanvar ayının 1-i ilin əvvəlinə qaytardı. İlin əvvəlini bizə kod, sadə bir standart bir kodla biz əldə etmiş oldu. Yəni görürsüz, hazır funksiyalarla, yəni çox rahat, çox asandır. Yəni birəsdə inşallah hamısını yavaş-yavaş öyrənə mürəkkəb alqoritmlərdə istifadə edə belə tanış olduqca irəliləyəcək. İndi bu gün də əsas bizdə nə idi? Dəyişənləri, primitiv tipləri öyrənirik. Və öyrəndik ki, rəqəm tipi var, sətir var, mətn, baxın mətnləri misal üçün çap eləməyi, istifadəçinin qarşısına çıxartmağı, sabşiç eləməyi, mesaj göndərmək və hətta tarix tipi. Və onu da görürüz ki, funksiyaları var. Riyazi əməliyyatları da istifadə edirik. İndi davam eləyək. İndi burada biz artıq bu 3 tiplə yanaşı, yəni ki, bu indi qeyd etdiklərimiz, yəni yenə də təkrar olur deyirəm, primitiv tiplərdir. Primitiv tiplərdən başqası boolean tipi gəlir. Bu da onu da bizə nə qaytarır? Doğru, yanlış, istina, loş. Yəni bunun da haqqında indi biz gələcəkdə də danışacağıq. Yəni bu tiplər qarşımıza hər dəfə çıxana kimi. Yəni indi biz çox sadə, belə başa düşülər dildə öyrənirik bunları. Yəni belə özümüzü terminologiyanla çətinləşdirməyək. Yəni özünüz görürsünüz ki, çətin bir şey yoxdur. Yəni kodlarımız da icra olunur xətasız. Data tipi, tarix tipi nədir? Artıq bizə aydın oldu. Dəyişən nədir bildik. Tipləri də rəqəm tipi, misal sətir yazı tipi hamısını belə öyrənə gedirik. İndi tarixlə işləməyə davam etdiririk. Baxın, tarix tipi ilə, yəni ki, bu ümumiyyətlə bu tarixlə bağlı 1S platformasında funksiyalar çox. Özünüz də gördünüz. Baxın, hətta mən adi bu funksiyalardan начало года, начало месяца, gəlin lap ona bir-bir yazaq. Начало misal üçün месяца. Bilək ki, bunlar hamısı yəni var. Bu funksiyalar. Sonra начало dня, bu günün əvvəlini qaytarır. Hətta gəlin baxın. Начало yox, конец. Yəni sonu, конец месяца. Eyni qaydada da конец dня, конец года. Bu şəkildə baxın, hətta gəlin kodu icra eləyək, görün hamısı yəni ki, qarşımıza çıxsın. Keçirik uçot alt sistemi, обработка, start. Fikir verin. İlin əvvəli, ayın əvvəli, günün əvvəli, ayın sonu. Gördünüz, hamısı hazır funksiyalar. Yəni çox rahat şəkildə biz funksiyaları çağıra bilirik. Hətta gəlin indi bunları kommentariya eləyək. Keçə başqa bir maraqlı funksiyaları da var. Hansı ki bizə istifadədə lazım olacaq. Misal üçün nə funksiyasıdır bu? Data.
Baxın data. Bununla biz birbaşa datanın özünü əldə edə bilərik. Yəni tarixin özünü. Və fikir verin, görürsüz o bizdən indi значение istəyir. Mötərizəni açan kimi ipucu olaraq qarşımıza çıxdı. Nədir? Stroka tipində, yazı şəklində. İndi yazırıq bura. Bu ilə neçəsində 11-i tutaq. 11.05.2025 ara buraxırıq. Saat neçədir? Tutaq ki 22.20 bir də lap belə yazaq 20 və dırnağı da bağlayırıq. Bunu sətir tipi olduğuna görə dırnaqda yazmalıyıq. Mötərizəni də bağlayırıq. Gəlin indi bunu istifadəçinin qarşısına sabşiç olaraq, mesaj olaraq çıxardaq. Sabşiç funksiyasından istifadə etməklə. Mötərizəni bağlayıb nöqtə vergül qurmağı unutmuruq. Bazamızı yeniləyək. Yəni obrabotkamızı indi istifadəçi rejimində açarıq. Kod sistemi, servis, obrabotki. Baxın start. Gördünüz 11.05.2025.20.20. Bu əslində tarix tipi. Yəni bu artıq adi mətn deyil. Yəni istifadəçinin qarşısına çıxan bu sadəcə yazı deyil. Bu datadır, tarixdir. Yəni bunu biləsiniz. Biz mətni bir növ data funksiyası ilə bu formada yazılmış mətni data tipinə çevirdik, tarixə çevirdik. Tarixlə bu tarix tipi ilə hansı əməliyyatlar aparmaq olar? Baxın, tarix tipini biz üzərinə, yəni ki, riyazi əməliyyat belə apara bilərik. İndi bizdə görürük burada 20 saniyə yazılıb. Düzdür? Gəlin 12 üstünə gələk 12 saniyə əlavə eləyək. Baxın belə toplama işarəsi ilə. Burada indi nə idi? 20 saniyə. İndi bazamızı yeniləyək. Keçək istifadəçi rejiminə. Servis, obrabotka, start. Gördünüz? 32 mikrosaniyədə, yəni 32 saniyə. 20 9-u 20 dəqiqə 32 saniyə. 20 idi, biz 12 saniyə gəldik üstünə. Görürsüz, riyazi əməliyyatları belə datanın üzərinə çıxma işarəsində eləyə bilərik. Çıxsaq, tutaq ki, çıxaq 12, nə qalacaq? 18. Yəni yeniləyək bazamızı. Baxın indi start vurduq. Gördünüz 08. Vaxt yəni ki, belə çıxdıq baxın. Biz burada vaxtı təyin elədik, ancaq indi çıxma əməliyyatı ilə azaltdıq var. Yəni bu şəkildə biz, məsəl üçün necə ki bu saniyəni əlavə etdik, biz dəqiqəni, saatı və hətta günü belə əlavə eləyə bilərik. Gəlin bir dənə də nümunə onun üçün də yazaq. Bir gün əlavə etmək üçün biz, baxın, 60, yəni saniyə vurulsun, 60 saniyə vurulsun, 60-ı 60-a bu elədi bizdə, yenə 60 saniyə 1 dəqiqə, 1 dəqiqə 60-a vurduq 1 saat. İndi 1 saatda vuraq 24-də, bu eləyəcək bizdə 1 sutka, yəni 24 saat. Biz indi fikir verin, bu 11-in üstünə 1 sutkaya, yəni 24 saat gəlmiş olacaq. İndi ayın tarixinə fikir verin, 11-idir burada. Yeniliyə bazamızı istifadəçi rejimində açaq. Keçirik bura servis, obrabotki, start. Gördünüz ayın 12-si. Bir gün gəldiyi üzərinə vaxtımızın. Yəni çox belə rahat şəkildə. Yəni ki, tarix tipi ilə də biz istənilən belə əməliyyatları eləyə bilirik. Çıxma da eləyə bilərik. Tutaq ki, gəlin çıxma qoyaq və bazamızı yeniləyək. İndi isə ayın 11-idir, deməli ayın 10-u olmalıdır bizdə. Yəni yoxlayaq. Start. Gördüyünüz kimi baxın ayın 10-una düşdü. Çıxdıq vaxt. Qaydaq konfiguratora. Bununla yanaşı indi biz görürsüz belə riyazi əməliyyatla hesabladıq 24 saat. Baxın daha belə rahat üsul da var. Lap bu kodumuz qalsın. Gəlin baxın bu data funksiyasına, gəlin bunu kopyalayaq, qoyuruq bura. Data da bir dənə də belə bir funksiyası var. Datanı, baxın mötərizəni açdıq. Bizdən значение istəyir. Datayı biz necə 2000 yazaq. 25 vergül. Bizdə indi hal-hazırda 05 11. Birinci gəlin yoxlayaq görək bu mən düz yazdım yoxsa. Baxaq bu bizə düzgün işləyəcəkmi bu kod? Yəni bu şəkildə 2025-i göstərir. 5-ci ay 11-i. Bir də sizlə ilə bərabər yoxlayım. Dəqiq yadımda deyil. Bəli, tamamilə doğrudur. Baxın işlədi. 11-ci ay 05-2025. Baxın, indi göstərmək istədiyim nə idi? Biz ki bunun üzərinə günü belə gəlirik. 60 vur, 60 vur, 24. Ancaq Agines'də bir dənə də standart belə bir kod var, funksiya var, daxili funksiyası. Baxın, indi yazırıq. Dob sözünü yazdım. Ctrl-ı saxlayıb probeli space-i vurdum. Gördünüz? Добавить месяца özü gəldi. Gəlin bir daha eləyək. D yazıram. Baxın, добавить месяц. Görürsüz? Belə bir özünün добавить месяц var burada. Ayrıca bir dənə ay. Seçirik onu və indi 2025 bizdə hansıdır? May ayı. Burada indi bizdən parametr olaraq baxın. Data istəyir, bir də çislo mesaj. Neçə ay? Mən istəyirəm 1 ay əlavə eləmək. Fikir verin, indi may ayı olacaq, bizdə iyun ayı. Добавить месяц bu funksiyana. Keçək istifadəçi rejiminə. Burada xətamız var. Burada bizə bir dənə mötərizə çatmır. Bazamızı yeniləyirik. İstifadəçi rejimində də açırıq indi. Keçirik bura. Start. Gördünüz? 11-ci ay, üzr istəyirəm. Ayın 11-i 6-cı ay 2025-ci il. Yəni bu добавить месяц funksiyası da bizim gələcəkdə də kod yazarkən işlərimizi rahatlaşdıracaq. Misal
Misal üçün bizə lazım olacaq ki, bu aydan birbaşa o biri ay əldə eləyək. Bu şəkildə biz bu komandadan, funksiyadan istifadə edərik. Yəni öz layihələrimizdə, proyektlərimizdə bu kodu yəni istifadə edə biləcəyik. Baxın, daha tarix, yəni bu tiplə nə edə bilərik? Məsələn, cari ilin almaq mümkündür. Baxın, yəni buradan düşürük, tutaq ki, yazırıq belə bir kod. Baxın, hazır komanda, funksiya var. Bu bizə data istəyir. Gəlin bu datamızı kopyalayaq, içərisinə yazırıq, nöqtəli vergül. Bunlar da gəlin kommentar eləyək ki, bu yazdığımız kodlar qalsın siyahıda. Baxın, bu bizə indi qaytaracaq. Gəlin həm də sabşit yazmamışam. Sabşit, Ctrl Space. Bir dənə S op yazırsan, Ctrl Space, avtomatik olaraq bütün siyahı gəlir. Gəlin yoxlayaq, xətamız var ya yoxdur. Yapozun operator bizdə xəta verdi. Yəni ki, burada bir mötərizə çox qoymuş. Hə, xətamız burada, üzr istəyirəm. Biz ki, bunu gəlin yığışdıraq. Dabavit message. Bizə data lazımdır. Mötərizəmizi də qoyuruq. Bu tarixin bir növ mayın 11-inin ili qaytaracaq bizə. Baxın, bu code funksiyası. İndi bazamızı yeniləyək. Keçirik istifadəçi tərəfə. Servis, Avrobotka, Start. Gördünüz, ancaq 2025-i qaytardı biz. Və yaxud da burada bundan əlavə baxın, code var, il, sonra message var. Tutaq ki, ayın götürmək istəyirsiniz ki, hansı aydır? Message, hətta baxın indi bir neçəsini, den, günü, yəni göndərdiyimiz tarixin içindən günü qaytarsın. Hətta minutasına kimi hamısı var. İndi gəlin bazamızı, xətanı yoxlayaq, görürük xəta yoxdur. Bazamızı yeniləyib istifadəçi rejimində açırıq. Fikir verin, uçot, servis, start. Gördünüz, 2025-ci il, 5-ci ay, ayın 11-i, yəni gecə 00:0 dəqiqə. İndi orada tam belə tarixi biz, yəni ki 00 kimi göndərmişik. Gecə saat 12. 00:00 bu şəkildə düşdüyünə görə 0 qaytardı. Gördünüz də nə rahatdır. Yəni ki tarixlə bağlı nə qədər funksiyalarımız var. Hazır platforma tərəfindən. Yəni bunları gələcəkdə də kod yazarkən hamısını istifadə edəcəyik. Düşünürəm ki, indi tarix mövzusunda bu qeyd etdiklərimizi verə bilərik. Yəni bu kifayət eləyər. Yəni inşallah ki əsas bilikləri əldə etmiş olduq. Rəqəmi öyrəndik, sətirləri öyrəndik və tarix tipi ilə də işləməyi öyrəndik. Və özünüz də bu tarixlə biraz məşğul olarsınız. Özünüz də müxtəlif belə araşdırma da apara bilərsiniz internetdə də. Yəni ki, sadəcə bu videolara baxılmaqla yəni kifayətlənməyin. Yəni bu qeyd etdiklərimizi özünüz də öz konfiquratorunuzda da test edin, yoxlayın. Yəni bu qədər hələlik kifayətdir bu tarix data ilə bağlı funksiyalar. Yəni çünki qeyd edirəm ki, yəni praktikaya təcrübə də yəni sizin özünüzə də lazım olacaq. Yəni ki, nə qədər çox praktiki işlər görsəz, o qədər faydalıdır. Artıq gördünüz ki, biz bu hadisələrin də nə olduğunu, sabitiyaların, necə ki formada bizdə baxın belə bir sabitiyaları var. Bir создание на serveri, bir открытие falan. Eləcə də düymənin özü belə komanda ki əlavə etdik, onun da sabitiyasının olduğunu. Yəni üzərinə tıklayırsınız, baxın bu sabitiyanı görürsüz. Действие, yəni hərəkəti, hadisəsi. Yəni bunun üzərinə tıklayanda formada nə baş versin? O baxın buradan təyin olunur. Bunun üzərinə keçirik, komanda bölməsində olan start düyməsinə. Və vururuq birbaşa gəlib həmin sabitiyanın içinə. Hansı ki indi burada da fikir versən, nə kod yazdıqsa, istifadəçi tərəfdə bu starta basanda o kodlarımız icra olunur. Və yaxud da komandasının içindəki bu moduldakı koda birbaşa keçmək üçün indi çoxlu düymələr olsa, burada böyük çoxlu prosedurlar olsa, sizə rahat olmayacaq. Sağ düyməyə basıb start üstünə seçirsiniz, bura daxil olursunuz. Yəni baxın, buradan həmin P yazılan prosedura, start kodumuzun içinə gəlib düşürük. Bir də biz indi ki burada görürük bu start düyməsinin sabitiyasıdır, düzdür? Proseduru avtomatik yarandı. Hətta onu qeyd edim ki, siz özünüz də proseduranı yarada bilərsiniz. Gəlin hətta bunu eləyək. Proce. Baxın, proce yazdım. Ctrl-ı saxlayıb space-i basıram. Özü avtomatik olaraq bizim üçün yazır. Yəni birisi köməkli eləyir. Mötərizə üzrəm adını təyin etməliyik. Gəlin start adında özümüzün proseduramızı yaradaq. Sonra parametr varsa parametr, yoxsa sadəcə mötərizəni açıb bağlayırıq. Sonra düşürük aşağı. Aşağıdan da yazırıq konec, bağlamalıyıq. Necə ki burada görürsünüz konec prosedura. Fikir verin, vurduq. Hətta belə konec sözünü yazın, P yazın. Görürsünüz konec proseduru, görürsünüz tapdıq. Hətta baxın, proseduranın daxili bu blokun içini özünü bağlamaq da olur. Üstəgəl işarəsi görürsünüz. Bu da indi bizim yaratdığımız bu dəqiqə. Biz bu proseduranı misal üçün götürüb çağıra bilərik bu proseduranın içindən. Nöqtəli vergül qoyuruq. Bu da bizim öz funksiyamız oldu bir növ. Daxili funksiya deyil. Və bu kodu gəlin götürək vırızit eləyək. Yəni vırızit dedikdə nə idi? Baxın bu
kodu kesib götürürük. Qoyaq stavit eləyirik, yerləşdiririk bura. Bu təzə yaratdığımız öz proseduramızın içinə. Və sonra da bu proseduramızı, baxın, bunu biraz aşağı salın, birləşməsin. Bu bizim yazdığımız proseduradır. Baxın, start adında. Və içində də kodlar yazmışıq, əməliyyatlar icra olunur. Və bu start düyməsi indi baxın, bu start düyməsi ki hansı idi? Baxın, startın üstə sağ düyməni sıxırsınız, keçirik bunun içinə. Biz bunu çağırırıq. Bu sətr gəlib icra olunanda kod gəlib girib buradakı kodu icra eləyəcək. Gəlin xəta olub olmadığını yoxlayaq. Aha, gördük burada bir xəta var. Prosedura ilə funksiya uказана именем уже определено. Bu nə deməkdir? Bu deyir ki, sənin bu yaratdığın prosedura adında artıq prosedura var. Biz axı start düyməsini yaradanda o start adında bir proseduranı yaradıb. Bu səbəbdən də Adines icazə vermir. 2 dənə eyni adda deyir prosedur ola bilməz. Bu səbəbdən gəlin start 2 qoyaq bunun adına. Ya da bir start 2 eləyək. Bu bizim ikinci startımızdır. Start 2. Bu adı gəlin dəyişək qoyaq prosedur. Start 2 biz burada bu start düyməsinə basanda gəlib girəcək bura. Bu kodun içərisinə, bunun blokuna. Girəcək birinci bu sətrə. Gəldi tap buradan da düşdü aşağı bu sətrə. Buradakı kodlar da icra olunacaq. Görürsüz çox asan şəkildə öz proseduramızı yaratdıq. Start 2. Halbuki bu birinci bizim yaranan proseduramız. İndi bu nakliyentə falan buna fikir verin. Bu inşallah gələn dərslərimizdə danışacağıq. Bu start, baxın, bunu avtomatik Adines bizə kömək elədi. Biz bu düyməni burada yaradanda, burada lupanın işarəsinin üzərinə basanda yaratdı. Sonra da biz öz proseduramızı yazdıq və bunu da çağırdı. Bu niyə görə yaxşıdır? Gələcəkdə siz çoxlu böyük iç-içə kodlar yazsaz, böyük sətirlərlə, misal üçün 1000-2000 sətirli bir kodunuz olsa, indi onun içində nəyisə axtarmaq görün nə qədər çətinlik çəkər. Siz də həmin kodunuzun hissələrini götürüb belə ayrı-ayrı prosedurlar yarada bilərsiniz. Prosedur 1 2. Bunun əsas bir dənə prosedurunuz olacaq. Onun içindən kod ki gələcək icra olunacaq. Misal üçün gəldi bir sətirdə burada filan proseduranı çağırdı. Tap keçdi bunu icra eləməyə. Baxın bu şəkildə səliqəyə sala bilirsiniz. Kodu rahat, daha oxunaqlı, belə anlaşılır etmək mümkün olur. Özünüz də gördünüz ki, bizim öz prosedurumuzu da yaratmış olduq. Gəlin hətta indi bunu yoxlayaq. Bizim öz prosedurumuz işləyir ya yox. Keçək bazamızı yeniləyək. İstifadəçi rejimində açaq. Keçirik uçot alt sistemi, servis, обработка 2 və start. Gördük, bütün kodlarımız icra olundu. Burada yazdığımız, qeyd etdiyimiz. Gəldi bura girdi, düyməni basanda. Bu kodumuz icra olundu. Düyməni basanda baxın, start. Bu hansı ki moduldakı koda keçidə bizə rahat eləyir. Gəldi, girdi bura. Gəldi, icra elədi bu kodu. Çox asan və rahat şəkildə. Beləliklə inşallah bu gün dəyişənlər haqqında, yəni primitivlər haqqında öyrəndiklərimiz yəni kifayət eləyər. Bir-Sdə, yəni ki, bu başqa proqramlaşdırma dillərindəki kimi integer, float, double, nə bilim belə bir çətinliklər yoxdur. Yəni sadə fikir versin, mən tip elan eləmirəm. Birbaşa A dəyişəni yaratdım, 5 mənimsədim. Və yaxud da dəyişən yaratdım, sətir tipi, rəqəm tipi ona mənimsədim. Tarix tipi gördünüz, yəni çox asan şəkildə müxtəlif funksiyalar oldu. Yəni bu riyazi əməliyyatları bu gün istifadə elədik. Tarix tipinin fərqli belə funksiyalarından istifadə etdik. Öz prosedurumuzu belə yazdıq. Özünüz də görürsüz ki, çox sadə, asan, yəni heç bir çətinlik yox. İndi bu, yəni bu necə etdik biz bu gün? Ümumiyyətlə obrabotkamızı yaratdıq ki, öz yazacağımız kodları test eləmək üçün. Lap birinci yadınıza gəlirsə, keçən dərsdə əməkdaşların bu formasında formanın sabitiyası ki var idi, preotkritsiya. Baxın sağ düyməni sıxırsınız, sabitiyalarını buradan da görə bilərsiniz və yaxud da burada bu açılan sazlama pəncərəsindən preotkritsiya. Birinci ilk kodumuz bu idi. Sonra dedik ki, hamısını bu əməkdaşların içində yazmaqdansa ayrıca bir obrabotka yaratdıq. Həm də yadınıza gəlirsə, keçən dərslərimizdə biz qeyd etmişdik ki, obrabotka bizə çox geniş imkanları verir. Yəni biz obrabotka ilə sənədlərə müdaxilə edə bilirik. Hətta görürsünüz indi test eləmək də necə rahat oldu obrabotkamızda. Öz yazdığımız proseduru çağırdıq, düymə əlavə etdik formaya. Çox sadə belə bu şəkildə gedirik. Yəni bu gün hamının hər şey yüklənməyək, yavaş-yavaş mövzu inşallah davam eləyərik. Bu günə bu qədər kifayət edər məncə. İndi dərsi bu hissədə bitirirəm. Hamınıza həmişə olduğu kimi videomu bəyənməyi, kanala abunə olmağı, öz fikir rəylərinizi videonun şərhlər bölməsinə qeyd etməyinizi istərdim. Sağ olun, uğurlar.